Dövlət rəmzlərimizdən biri olan üç rəngli, aylı ulduzlu milli qürur mənbəyimiz bayrağımızdan danışacağıq. Bəs bayrağın tikiliş prosesi və hazırlanması necə aparılır? Bayrağın hazırlanması prosesi bir neçə mərhələni əhatə edir. İlkin mərhələdə bayraqların yaradılan eskizləri dizaynerlər tərəfindən belə xüsusi çap aparatlarına ötürülür. Daha sonra kağız üzərində olan eskizlər parçanın üzərinə belə xüsusi aparat vasitəsilə preslənir. Çöl üçün parçalar bir neçə cürdür. Məqam bayraqları var. Məqam bayraqların parçaları tamam fərqli parçalardır, qalın olur. Onların altına da xüsusi özünün kleyi var, yapışdırılır. Azərbaycan bayrağı yaşıl sapla tikilir və son aşağı hissəsindən 4 dənə tikiş gedirik. Künc hissəsini tikiş tikirik ki, küləyə davamlı olsun və tez cırılmasın deyə. Biz için çok gurur verici işti. Bütün bu silahlı qüvvələrin, sonra sərhəd qoşunları, ümumiyyətlə güc qurumlarının bayraqlarını biz hazırlayırıq. Olub balaca bayraq, məsələn 10 sm-in 3 sm-ə, onları yaxay üçün istəyiblər. Böyük bayraqlar da ki 20 metrə, 10 metrəlik, 20 metrəlik, yəni böyük bayraqlarımız da olur. Tikilişində də, parçasında da xüsusi yanaşma olur. Emalatxanada iki tərəfli bayraqlar da hazırlanır. Bu bayraqlar daha uzun ömürlü olurlar. Bu dəniz qüvvələridir, bu quru qoşunlarıdır, bu xüsusi təyinatçılardır. Bunlar iki tərəflidir. Bunlar otaqda asılır, xüsusi dirəklərdən. Çöl üçün bayraqlar başqa fərqli parçadan olur. Bugün qürurla deyə bilərik ki, bayrağımız bütöv Azərbaycan ərazisində dalğalanır. Onu qorumaq, daim zirvələrə yüksəltmək isə hər birimizin vətəndaş olaraq borcumuzdur. Nigar Babayeva, Zaur Haşimov, Telesər.